xeyr. Hər vaxtın xeyir olsun. Gəlin istəyirsən, sizə dərs rekord edirəm. Yavaş-yavaş başlayaq. Demək ki, sən dərs orfoqrafiya idi. Orfoqrafiya sual cavab eləyək. Cüneydən başlayaq. Cüneyd, bu bir dənə Salam mənim, qayda. sabahınız xeyir. Salam, sabahınız xeyir olsun. Bir saniyə. Demək, aha, tamam. Aha. E, demək Cüneyd, hansı tərkibində hansı olan sözlər defislə yazılır? Bax, birinci qayda bu. Mhm. Tünd sözü olanlar idi müəllim. Anti Tünddən sözü sonra olanlar nədən idi. bildirən söz gələrsə, sonra Anti idi. anti Sonra bir şey olur. Antidən sonra xüsusi isim gələrsə, anti yəni Rusiya, bəli. anti Azərbaycan, onda defislə yazılır. Bəli. Mhm. Anti olanda idi, vitse idi. Mhm. Sonra X, sözlər X, bəli, X, eyni, kontur, çülli, kontur, qeyri, bəli. o bir vitse. Çox sözlər yazılmam da geçmədi, bilirəm hansı olduğunu mən. Hə, bax, kontur admiral, Bəli. oberleytenant. Aha, Sözlərin hamısını yadıma saxlamışam ki, şəkilçi yadımdan da çıxsa söz yadımda qalsın. Allah yaxşı. Yaxşı. Tərkibində hansı olan sözlər bitişik yazılmalıdır? Zo, eko, Mhm. foto, Audio, e, auto, audio, bəli. bio, elektro, foto, hidro, makro, mikro, tele, Bəli. kino, super. Bax, super sözündə məsələn supermarket. Super, Bunu çox elə bir adam yox idi axı mənim o sırada super. var, super. Qayda 4-də idi. Superi Superlə olan görməmişəm də. O bir sözlər hamısı hələ yadımda da superi indi istəyəndə bir şey var. superdə bax bitişikdir. Yaxşı. Sarvan, aha, babələr necə yazılır? Tərkibində sarvan səsi aça bilirsənmi? Bəli müəllim. Aha, babələr. Məsələn, vurhavur, qaçaqaç, köçəköç. Bitişik. Bəli, yanbayan, taybatay bitişik. Bəs tünd qırmızı, Bəli. tünd yaşıl, tünddən sonra dərəcə bildirən söz E, gəldi necə yazılır? Tünddən sonra dərəcə gələn sözlər Məsələn, tünd qırmızı, tünddən tre ilə yaşıl. Defislə, aha, defist, aha. def, Zil def, qara, def, tre, def, aysa. Zil qara, zil necə zil qara. yazılır? Ayrı E, yazılır. Zil sözdən Zil ayrı yazılır. Bəs bəli. düm ağ, düm qara, düm sözə necə Dümağ yazılır? bitişik. 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 Ala yarımçıq, ala çi, ala babat, o necə yazılır? Bunlar da bitişik yazılır. Defislə, ala defislədir. Def, Bəs təhər, boz təhər, sarı təhər, göy təhər. boz, boz təhər. E, Təhər sözü necə yazılır? Bitişik. Bitişik. Bəs kəm, məsələn, kəm şirin, kəm turş. Şəmşirin bu da bitişik yazılır. Bəli, düzdür. Bəs n bığlı sözlər mən deyim sən deyən. Tənbəl n-dır yoxsa m-dır? Tənbəl Mhm, n, yazılışı n-dır, bəli. Ambar ambar n, n. Şənbə şənbə də n-dır, m düzdür. tələffüzüdür. Zəmbil Zəmbil. n. Zəmbil n-dır. N yazılışı n-dır. Combul Bəli. Combul da n-dır. bəli. Samballı Samballı, samballı. Yazılışı samballı. Yəni n-dır. adı sanı var. N ilə yazılır. Bildim, bəli, yazılışı n-dır, oxunuşu m-dır. M-dır, bəli. Qumbara Qumbara. Bunun yazılışı ilə oxunuşu eyni olmalıdır. M-dır yəni. M, Yazılışı bəli. M-dır, bəli. Qumbaranı qumun üzərinə atırıq. Qumbara. Çömbə Kömbə. Bu da eynidir. M-dır. Yəni yazılışı M M, yoxsa N onu bəli, deyəcəksən. m-dır. Bəli. Kombayn Combine. Combine deyiləndə n ilə deyilir. Amma yazılışı m-dır, səhv yazılışı eləmirəmsə. da tələffüzü də M deyilir. İkisi də eynidir. Hambal Ha, hambal. Hambal. Hambal yazılışı n ilədir. Deyilişi m ilə. yazılış da tələffüz də M-dır. Hambal. Hı. Hər ikisi eynidir. Ayşənlə davam edək. Ayşən, atlası nədir, z nədir? Atlas, atlazı.
S, S xəritədir, Z isə parçadır. Ayşən eşidirsən? Ayşən səsi gəlmir. Tamam, Nicara keç. Hə. Yox Ayşən, səs gəlmir. İstəyirsən çıx təzədən daxil ol. Yəqin səsdə nəsə problem var. Davam edirik Nicarla. Nicar, e, beyaz nədir, bayaz nədir? Sabahınız xeyir müəllimə. Sabahın xeyir Bəyaz olsun. ağ deməkdir, bayaz dəftərçə. Bəyaz kitab Bal- kitabdır. Bəli. Kompaniya, kampaniya. Kampaniya bir var Edu kompaniya, bir də var Fikir. kampaniya vaxtlıq keçirtmək belə bir şey. Ayşə. Bəli, düzdür. Bəs Qubar yoxsa Gübar Nicar? Qubar, Qubar uynandı. Düzdür, bəli. Nikah nədir, nicah nədir? nikah. Biri nikah evlilikdir, nikah Ayşə. isə nəzər. Nəzər baxışdır. Düzdür, bəli. Düzdür. Mis nədir? Bir sığ nədir? İki sığ nədir? Mis iki sıyla o İngiltərədə Tamam, xanımlara tamam. deyil, Ayşə. mis qazan, mis Bəli. qaşıq, Ayşə. material. Düzdür, bəli, düzdür. Mhm. Sonra Mənə bəs üzr istəyirəm, səsim gəlir indi. gəlir. Bayaqlam gəlmirdi, indi gəlir, hə. Aha. Nigar, bax, fəndir, hissdir, sirdir. Sonu eyni cinsli qoşa samitli sözlərə. Samitlə başlayan şəkil artıranda nə olur? Saitlə başlayan şəkil artıranda nə olur? Hansı sir? Sirdir, həldir, xətdir, fəndir, haqdır. Ə, Elə bil şeydir, samitlə başlayan artıranda Samitin t-nın biri biri düşür. Bəs düşür. saitlə başlayanda isə nə olur? Ama heç də olmur. Bəli, ikisi də eyni formada qalır. Düzdür, bəli, düzdür. Bəs Nigar, hiss və kül sözlərinə, məsələn, hiss sözünə samitlə başlayan şəkil artıranda nə olur? Hisslər. Qalır. Orada dəyişir. Bax, uşaqlar, hisslə kül sözü bir də istisnadır. Samitlə başlayan şəkilçidə artıranda samitlərin ikisi də qalır. Bilirsiniz niyə düşmür? Çünki şəkilçi artıranda samitlə başlayan şəkilçi artıranda samitlərdən biri düşəndə fərqli bir mənanı verir. Fərqli bir mənanı verir deyənə tamamilə fərqli məna. Bax onu nə edirik? Yəni ona görə onu biz götürə bilmirik də elə bil ki. Müəllimə, bəs hiss sözünün sonuna siz şəkilçi əlavə eləsə yenə sabit düşmür. Onda yox, bir dənə sizdə düşür. Bəs Çünki küllər lı-la, küllər onda da düşürdü onda. Eyni olan samit əlavə olunanda biri düşməlidir onda. küllər sözləri artıranda, Bəli. Kül sözünə yo, lər lər artırır. artıranda sən düşə bilməz. Niyə? Çünki ləri artırdın, lının birini saldın. Bu verəcək, yəni ocaqdan çıxan hiss kül mənasında. Axı bu külün ikinci mənası da var, bütün mənası var. Onda insan çaşbaş qalır axı. Ona görə Onda orada üç dənə düşmür. lı olacaqlar lər əlavə olunanda küllərə. Bəli, lıların ikisi də qalacaq. 3 dənə lı bör-börə duracaq. Hə. Çünki yenə də deyirəm, lunanın biri düşəndə axı fərqli məna verir. Onu necə eləmək olar? Çünki lının birini saldın. Oxuyan insan hardan bilsin ki, söhbət hansı küllərdən gedir? Biri Külün var, başqa nə mənası var ki, müəllimə? hə? Külün Külün ikinci mənası nədir? İki lı ilə olan bütün deməkdir. Məsələn, küll ixtiyar, bütün, tam deməkdir. Bir dənə Aha. olan isə ocaqdan çıxan hiss kül mənasında verir. Bir lının fərqli mənası var, iki lının Ona fərqli görə orada mənası. biz 3 dənə oje lı olacaq bör-börə. Məcburdur. Məsələn, kül iki mənada nədir? Tam, ümumi, kül halında, yəni bütöv halında. Və Amma kül ixtiyar hissdə sözünü sı düşmür. eşitmisiniz? Müəllimə, amma hissdə, 2 sı olan hissdə siz artıranda düşürsü. Düz bildim də, amma küldə Bəli, düşmür. orada düşür, hə. Sağ ol. Buyurun. Amma bu birisi küllər sözü deyirsən, lıların ikisi də qalır. Bu birisi axı məna vermir. Necə? Yəni bütün mənasında o kül sözü cəmlənə bilmir axı. Ona görə küllər sözündə lərin küllər, ç, ü, l,
L, ə, r kimi qalacaq. Amma o biri kül mənası var ha, bütün mənasında. O cəmlənə bilmir axı. O Bir deyirsən, dənə l bildim ya, cəmlənə l-nın biri bilmir. qalacaq. O cəmlənə bilmir. Ona Bir görə dənə l olanda müəllim cəmlənə bilmir ki. Kül bir də sözü cəmlənə o bilmir. cəmlənə bilir. Bir l cəmlənə bilir. İki l Hə, cəmlənə 2 l bilmir. cəmlən. Yaxşı, bəs külli şəkilçisi də artırmaq olmur. Yəni l ilə başlayan heç bir şəkilçi olmur kül sözünə. Küll ixtiyar. Hə, bu birisi bütün külə deyirsən. 2 l-lı külə deyirəm. Nə bilim, bax şura atıra bilirsən. Gəl onu düşünək axı. Özü o kül sözüdür də, kül ixtiyar. Artır gör hansı şəkilçini artıra bilirsən l ilə. O zaten məsələ burada sözün əslində tamı küllidir. Külli ixtiyardır. Yəni ayrılıqda işlənir ki, kül. Yo, kül sözü ayrılıqda işlənir. Hə, var, bəli. Mən Ayrı. rastlaşmıyorum, ona görə deyirəm. Var. Ayrılıqda ç, ı, l var. Külli də isimdən, küldən küllidir. Sifətdən sifət düzəldən şəkilçidir. Onda l düşür amma. Külli olanda. Ç, ı, L l, deyə əlavə eləsək. Külli ixtiyar deyirik də. Məsələn, üçün l-li şəkilçisi əlavə olunmur onda. l deyil axı, i-də axı oradakı şəkilçi. Ayrıca i olur onda. L-li Ayrıca olur. i-dir, o li deyil axı, Aysa. Ha, başa Tək i-dir o. Yenə li olmadı. bildim. Təşəkkürlər. Buyurun. Müəllimə sabahınız xeyir. Sabahınız xeyir. Bir sual vermək istəyirdim. Siz Buyurun. dediniz ki, his sözündən siz artıranda s-nın biri düşür, amma Düşün. göndərdiyiniz cədvəldə iki s ilə siz hissiz sözü var. Oradakı s bir s olana aiddir yəqin ki, düzdür? Birisi oluyor. Yox, hiss sözü. Məsələn deyirsən, Ruqiyyə ki, məsələn, o çox hissiz adamdır. Bəli. O hissiz Yəni, adam deyəndə s-nın biri düşür. Siz bəli, amma şəkilçi cədvəldə iki s ilə olan var. Onu demək istəyirəm ki, o bir s olan hissə aiddir də yəqin ki, siz şəkilsi artırılıb. bir dənə baxım görüm orada. Sonuncu qaydadır da, düzdür. Müəllim, bir dənə his olan bu duman his mənasında gedir də, düzdür? Yoxsa belə Bəli. bizim nə? Yox, Onun bir hissi s-dan olan dumandır, eyni cürə iki olur da, s-dan yenə olan də isə duyğudur da, hiss, duyğu. İki s-dan olanda da, iki s-dan olan s-ya da siz şəkilçisi artıranda s-nın biri düşür. Məsələn deyirsən ki, orada s-nın birini yemişik. Hə, hissiz yazmışıq da ora. Hissiz olmalıdır. Hissiz olmaz Əməl çoxlar. bir s ilə Hissi. olmalıdır Bəli. həmin H, cədvəldə. i, s, i, z. Yəni s-nın biri, o s-nın içində sondakı iki s var. Onun biri düşür, sizin s-sı gəlir. O iki dənə s-nın yan-yana alınmağının səbəbi odur. Bildim müəllimə, bildim, düzdür. Hə. Yəni iki s o sən bildin, qarışdırdın sən onu. S-nın biri düşür. Biri hissin öz s-sıdır, biri də sizin s-sıdır da. Ona görə. İkisi yan-yana gəlib deyəni qarışdırmısan. Yaxşı. Ruqiyyə, bir hecalı qoşmalar sözə necə yazılır? İki yazılır müəllimə. Bəli. Təkdir, bəkdir, bunlar Təkdir, hamısı iki candır, yazılır. cacərdir. Bunlar hamısı bitişikdir, düzdür. Ruqiyyə, getdik. Deyirəm ki, akordeon yoxsa akordeon? Dion yoxsa deon? Akordeon. Deon, Bəli. düzdür. Ala-bula, ala-çi, ala-yarımçıq. Ümumiyyətcə, ala ilə olan sözlər necə olurdu? Yazılır. Defslə yazılır. Sözü də ala sözü də deslə yazılır. Bəli. Bir dənə alagöz sözü bitişikdir. Qoy onu deyim. Alagöz bitişikdir. Testlərə düşə bilər. Ruqiyyə, alüminium yoxsa alüminium? Alüminium. Alüminium. L-dan sonra ü-dür. Düzdür. Bəli. Ambar n-dır yoxsa m-dır? Anbar n-dır. N-dır. Antireklam bitişikdir yoxsa ayrıdır? Anti-reklam. Anti sözü defslə yazılır bildiyim qədərilə. Anti ilə yazılan sözlər bitişik olur. Bir dənə özündən sonra Bəli. xüsusi isim gələndə defslə olur. Anti-Rusiya, Bəli. onda. Belə də anti ilə olan sözlər normalda bitişikdir. Asfalt f-dır yoxsa v-dır? Asfalt. F-dır. F-dır, bəli, düzdür. Aşpaz yoxsa aşpaz? Aşpaz. P. Paz, düzdür. Avtoqraf sözü var ha. V-dır yoxsa f-dır? Avtoqraf. V. V-dır. Barelyef yoxsa barelyef? Barelyef. Eylən. Relyef yazılır. sözü ilə düzdür. Batareya yoxsa batereya?
Batareya. Düzdür, bəli. Bəraət sözündə y hərfi var, yoxsa yoxdur yazılışda? Yox. Bəli. Bəyanat yoxsa bəyanat? Bəyanat. Anan. Bəyan, bəli. Bəyan Bloknot edir. yoxsa bloknot? Ay, sağ ol, bəyan sözündən. Bloknot. Blok. Boş bekar Olmalı. yoxsa bikar? İlə. Boş Bikar. bikar. Bəli. Bekar yox, bikar olmalıdır. Bəli. Düzdür, bəli. Hı hı. Günel, boy-buxun ayrı yoxsa defsinə? Boy-buxun. Defsləməli. Bəli, bir tərəfi ayrılıqda işlənə bilməyən sözlər, cızma qaradır, boy-buxundur, bunlar defsinə. Düzdür, bəli. Yaxşı. Sonra buradan sonra buldozer yoxsa buldozer? Buldozer. Buldozer. Bugünkü yoxsa bugünkü? Bugünkü. Üdürsə üdür. Sonu məsələn Bəli. hazır ıdırsa çıdır. Düzdürmü? Bumerang sonu qıdır yoxsa kıdır? Bumerangı. Qıdır, bəli. Calal yoxsa calal? Calal. Calal, bəli. Calal sözündən yadda saxlayın, düzdür. Sonra cəsus yoxsa casus? Casus. Casus aynı anda, bəli. Cızmaqara bayaqlan dedi. Defsinə yoxsa ayrı? Üçüncü testdə düşür. Qızmaqara defsinə dedi biri ayrılıqda işlənə Bir bilməyənlər aylıqda defsinə. işlənə bilməyən sözlər defsinə. Cəfəngiyat bir yığdı yoxsa iki yığdı? Cəfəngiyat. Bir dənə də müəllimə. İki yığdı. Cəfəngiyat iki yığdı. Cəfəngiyat. Biraz Bəs onlar iki yığlar biraz dolaşır. cərrahiyyə, Cərrahiyyədə iki dənə r, iki dənə y. bəli. Camaşır yoxsa çamaşır? Camaşır. Camaşırcı ilə, düzdür. Daş tərəzi necə yazılır? Daş tərəzi defsinə. Defslə, bəli. De facto, de jure Amma bunlar müəllimə bir şey soruşa bilərəm. Bunu mən onu oxuyanda da anlamadım. Niyə daş tərəzi defsinə yazılır ayrı-ayrı yox? niyəsi mən də bilmirəm. Çünki yəni mənasızdır, absurddur da. Yaxın mənalı deyil. Yəni bir tərəf ayrılıqda işlənə bilmir. Kateqoriyaların Ayrılıqda heç işlənə birinə bilər axı müəllim. Daş söz tərəzi ikisi ayrı işlənə bilər axı. yox, yəni bir tərəfi ayrılıqda işlənə bilməyənlər defsinə yazılır. Bunun Mən hər də iki o deyirəm, tərəfi yəni bunu niyə ayrılıqda defsinə işlənir. yazılır onu anlamadım mən Yəni də. hansı heç kateqoriyaların heç birinə girmir də. Defslə yazılan sözlər necə olur? Ya sinonim olur, ya antonim olur, ya Ya bir tərəfi izafiyyat ayrılıqda işlənə olmalıdır. bilməyən olur. Ya bu kateqoriyaların heç birinə girmir. Elə Bəli, sadəcə istisnada defsinə belə yazılır. başa düşürük. Yəni sadəcə defsinə. Yəni səbəbi kateqoriyanın heç birinə girmir. De facto, de jure. Bunlar necə yazılır? De facto, de jure. Bunlar da defsinə idi. Defsinə. De facto bir şeyin faktiki cəhətdən tanınması, de jure isə hüquqi cəhətdən tanınması. Məsələn, Azərbaycan bütün Müəllim, onda dünyada de jure sözü əslində Azərbaycan sözü deyildi. Çünki juri mən alınmadı. bilən Rusdan gəlməlidir. Çünki orada da jurist. Alınma sözdür. Finans Və de mənasında jure, gedir məsələn, mənim. Azərbaycan bütün dünyada respublika kimi tanınır. Bu de juredir. Amma de facto isə məsələn dünyada elə ölkələr var, faktiki cəhətdən tanınır da. Məsələn, bir şeyin faktiki cəhətdən tanınmasıdır. Yaxşı. Dezinfeksiya yoxsa dezinfeksiya? Dezinfeksiya. İnfeksiya sözləri Dezinfeksiya. deyil, infeksiya. Dessizsizdir, infeksiyasız Bəli. deməkdir, düzdür. Hı -hı. Nigar, dedektiv yoxsa detektiv? Dedek yoxsa detek? Detek. Bəli. D cingiltlidir, sonra onun kar qarşılığı t gəlir. Diktafon yoxsa tofon? Diktofon. Diktofon, Tofonla olan sözlər. maqnitofon. Bəli. Dirijorda d-dan sonra i hərfi var. D-dan sonra i. Bəli. Dirijor. Var. Ha, var. Dirijor, Dirijor. d-dan sonra i hərfi var. Dirijor kimə deyirlər? Diri insana deyirlər. Düzdür, bəli. Ha. Dosent bir s-dır yoxsa iki s-dır? Dosent ikisi. Bir s. Birdir. Birdir, Dosent. bəli. Düşkün yoxsa düşkün? Düşkün. Bəli, düzdür. Dislokasiya yoxsa dislokasiya? Dislokasiya. Dekorasiya yoxsa dekorasiya? Dekorasiya. Dekordur Dekor sözün. sözü ilə. Ay, sağ ol. Deportasiya, deportasiya. Deport. O da Deport. deport. Ay, sağ ol, düzdür. Nigar, ehtiyatla tövsiyə bir yığdı yoxsa iki yığdı? Ehtiyatda bir yıl dedik. Tövsiyədə iki yıl. Bir yığ, o da birdir. Nigar. Tövsiyədə də birdir. Bəli, bəli, Tövsiyə. ikisi də bir yığdı. Hı-hı. Yəni, Ekologiya yoxsa ekologiya? ekologiya. Eks-çempion necə yazılar?
X defslə. Düzdür. Ekskavator yoxsa kavator? Ekskavator. Kavator. 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 Hə, hə. Ekskavator. Yadında saxla. O da defslə yazılır. Yoxsa Yo, yo, bir yo, şey. yo. Ekskavator Bitki sözün kökündədir də. Eksemplem Hə, ayrıdır axı ona görə. Ekspres bir ekskavator. sığdır yoxsa iki sığdır? Ekspres. Bir sığ. 2 məndə. Bir sığ. O da bir Bir sığ. Əvvəllər iki sığdı, indi bir sığdır. Əvvəllər iki ekspres. sığdı, bu indi bir sığ olur. Ezamiyyət bir yığdı yoxsa iki yığdı? Ezamiyyət. İki Orada bir yığdı. yığdı. İki yığdı. Ezam, 2-də. ezamiyyət. Combul nıdı yoxsa mıdı? Combul mı? Mı iləndir. N. Combul. Mı ilə yazılır, mı ilə tələffüz olunur. Ayşəm, Gileygüzar necə yazılar? Defslə yoxsa bitişik? Defslə. Defslə. Gülləboran yoxsa baran? Baran demişdir səhv eləmirəm. Bəli, düzdür. Baran. Baran qoyundur, güllə qoyun. Sonra gündüzçü yoxsa gündüzçü? Gündüzkü. Kü. Üdürsə üdü. Gilanar yoxsa gilənar? Gilənar. Düzdür, bəli. Gilənar. Düzdür. Göz aydınlığı necə yazılar? Ayrı yoxsa bitişik? Bitişik yazılır. Bitişik, bəli, düzdür. Felyeton sözü nədir? Bu mənası testə düşür. Felyeton tənqidi məqalədir. Kiminsə, nəyinsə qüsurlarını göstərən tənqidi məqaləyə felyeton deyirlər. Molla Nəsrəddin jurnalı ilə əsası qoyulub. Felyeton mənası tənqid eləməkdir. Məsələn, kimisə nəyinsə tənqid eləyəndə felyeton yazırlar. Yaxşı, Ayşən, firəvan yoxsa firravan? İrəvan. Düzdür. Figur. Figur. Figur, düzdür. Tərziyə bir yığ yoxsa iki yığ? Tərziyə 2 yığ. Bəli. Fotoalbom necə yazılır? Bitişik yoxsa ayrı? Mənə deyirsiniz, mənə. Hə, Ayşən. Fotoalbom bitişik yazılır. Bitişik. Bəli, düzdür. Heyslənmək sözündə y ilə f arasında i var. Var. Heyfsilənmək. Bəli. Haqq sevəndə qının biri düşür yoxsa qalır? Haqq sevən düşür. Bəli. Hərəkat yoxsa hərəkat? Hərəkat. 2 ə Bəli. sonra a. A. Həşərat yoxsa həşarat? Hə. 2 ə sonra a. Düzdür, Həşərat. bəli. A. Bəli, Məlikə, dünən yox. Bunu keçən həftə vermişdim. Demişdim ki, keçən həftə vermişəm, yenə bu həftə soruşacağam. Aha. Getdik. Ruqiyyə, hotel yoxsa otel? Hə, keçən həftənin bazar günü. Bəli, Ruqiyyə, hotel yoxsa otel? otel, Hıyla. Hökumət yoxsa hökumət? hökumət. Bəli. H-ı-ç-ı. Düzdür. Bəli, bəli, bəli. Hülqum yoxsa ilqum? Necə? Hülqum yoxsa ilqum? Hülqum. Hıylandır, bəli. Sonra kaset bir sığdır yoxsa iki sığ? Bir sığ. Bir sığdır. Kulminasiyada lı'dan sonra i hərfi var. Kulminasiya var. Yoxdur. Kulminasiya. Lı'dan sonra i yoxdur. Çubar yoxsa kübar? Kübar. Üynəndir. Ü. Ç, Ü, ü. bəli, Bəli. bəli. Əqrəba yoxsa əqraba? Əqrəba. Əqrəb sözündən, bəli. Bəli, Şəhraban da sonluğu ona uyğun rəba ilə qurtarır. Hər ikisinin sonluğu rəbadır yəni. Aha. Kəlağayı yoxsa kəlağayı? Çalağayı. Bəli, kəlağayı. Lisey sözündə t hərfi var. Yoxdur. Layihə yoxsa lahiyə? Lahiyə. Layihə, lay sözü ilə ruhiyyə. Birinci y Hayır. gəlir. Layihəni lay sözü ilə yadda saxlayın ki, layihəni lay hazırlayırıq. Laborant yoxsa laborant? Laborant. Oyla, düzdür. Sonra leytmotiv yoxsa motiv? Motiv. Kompot yoxsa Leyt- kompot? Kompot. Koridor, bəli, koridor. O ilə koridor. Bəli, düzdür. Heysiyyət bir yığdı yoxsa iki yığdı? Bir yığ. Heysiyyət Heysi- iki yığ.
Bilirəm. Ha, keyfiyyətdir, heysiyyətdir. Bəli, Müəllimə, bəli, üzr Gəl, istəyirəm, bilirəm. bir şey soruşa bilərəm. Bu cüt y tək y məsələsinin bir məntiqi varmı? Onu tutaq. Çünki yoxdur. bir dənə Əzbər. y-lar məndə qarışır hamısı bir-birinə. Bəlsində 1-dir, bəlsində 2-dir. Sxemin göndərərəm, amma əzbər. Məntiqi yoxdur. Ümumiyyətlə, orfoqrafiya məntiqi yoxdur. Mən bu orfoqrafiya lüğətini mən bilən Nazirlər Kabineti təsdiqləyir deyə bilirəm mən Bəli, bunda. bəli, Məncə bəli. oraya bütün mütəxəssislər yığsalar yaxşı olacaq. Hə, yəni bunun məntiqi, məsələn, deyirəm bunu belə yadda saxlayın, onu elə, amma belə xüsusi bir şey Yəni yoxdur. həqiqətən yoxdur. Bəzilərində mənası yerə biz 2 y eşidirik, amma 1 y-dir. Bəzilərində 1 y eşidirik, amma 2 y-dir. Yəni onu ancaq əzbər. Və bir şey soruşa bilərəm. Mən Buyurun. dərs oxuyanda 2 PDF göndərmisiniz. Biri sözlərin ardıcılığıdır, biri də ki söz Qaydalar. qaydaları idi da qeyd Az, eləmişdiniz. az. Amma bəzi sözlər soruşduğunuz sözlər orada yoxdur. Mən nəyisə qaçırmışam, yoxsa başqa PDF-də oxumalıydım? Hamısını buradan soruşuram, Ruqiyə. Bir dənə bax, hamısı var. Lüğətin içində var. Lüğətdən soruşuram. Yəni sözüm budur ki, mən ikisini oxumuşam, düz oxumuşam da. Yəni yalnız ikisini Düzdür, vermişdiniz əvvəl. düz. Hə. Hayır. Yox, düzdür. Kirpiç yoxsa çiplik? Kirpi ilə yadda saxlamışdım, kirpik. Düzdür. Kalorit yoxsa kolorit? O ilə kolorit. Kolorit restoranı ilə düzdür. Bəli, Bəli. bəli. Məlikə, lampa n-dır yoxsa m-dır? Məlikə deyəsən oxumayıb, hə? Açdım mən. Hə. Oxumamışam belə mən Hə, yaxşı. verərəm. Məlikə, M olur tələffüzdə bilirəm ki, lampa m-dır, bəli. Maniyə Aha. sözündə y hərfi var, yox. yoxdur. Marşrut sözü necə olur? Mar, ş, u, yoxsa ş, r? Marşrut. Ş, r, u, t. Ş-dan Aha. sonra u hərfi yoxdur. Masaj və Maş mesaj bir s-dır yoxsa iki s? Bir s-dır. Masaj masa. bir s-dır. Mesajı onsuz da bilirsiniz. Mesaj. Mesenat uşaqlar, mesenat sözü bir s-dır. Mesenat sözü mənası Nə nədir? demək? Himayədarlıq edən şəxslərə, xeyriyyəçilik edən şəxslərə deyirlər. Məsələn, Hacı Zeynalabdin Tağıyevə mesenat deyirlər. Yəni o tipli insanlara deyirlər. Ruqiyyə, Məlikə, meyil, heyif, səbir sözlərində i hərfi varmı? Var. Meyildə Məxfi var. var. Məxfi f-dır yoxsa v-dır? Məxfi. F-dır. Məşhur sözündə ş-hı yoxsa hı-şı? Məşhur. Ş-hı məşhurlar şəhərdə olur. Şöhrət sözü ilə də yadda saxlaya bilərsən. Ş-hı-dır. Monastırda tınarın arasında ı hərfi varmı, yoxmu? Monastır. T-ı-r var. Monastır. Mikrorayon, mikroailəm. Bunlar necə yazılır? Mikro. Bitişik. Bitişik Tərkibində yaz. mikro, makro olan sözlər bitişikdir. Mücəssimə yoxsa mücəssəmə? Mücəssəmə. Səmə sözünə belə də çıxmasın. Mücəssəmə sözünü uşaqlar. Nə demək Səmə. mənim? Mücəssəmə nəyinsə görünüşü, nəyinsə yadda qalanı. Bax, mücəssimə hər hansısa bir şeyin canlı cisim şəklində təsvirinə deyirlər. Hər hansısa bir keyfiyyəti özündə əks etdirən adama, özündə əks etdirən hadisəyə deyirlər. Məsələn, deyirsən ki, mələkə gözəllik təcəssüməsidir. Yəni gözəlliyi mələkədə tapmaq olur. Onda təcəssüm eləyir. Əks olunur da bir də. Onda Bəli, əks. əks olunma. Nəyinsə bir insanda əks olunması, təcəssümü, bəli. Təcəssüm sözündən qohumdur. Aha. Yəni ondan yaxın mənalı sözlərdir. Təcəssüm və mücəssimə. Bunun da sözü səmədir. Sonu səmə sözü ilə yadda saxlayın. Müthiş yoxsa müthiş? D-dır yoxsa T-dır? Müthiş. Müthiş D-dır. Müflis yoxsa müflis? Müflis. Bəli. Mühit yoxsa mühit? Mühit. Mühit, ü-i. Müşayiət sözü necə yazılır Məlikə? Müşayiət. Müşayiət. Y-i-ə-t. Y qabaqda olur. Bax, müşayiət sözündə də, şayə sözündə də
Hər ikisində y qabaqda olur. M, ü, ş, a, y, i, ə, t. Şayə sözündə də y, i, ə. Yaxşı, Məlikəm. Nəfis nədir? İ ilə nədir? İsiz nədir? Ə, İ ilə olan incə, nəfs, zərif, gözəldir. a, İsiz olan da nədir? Tamahdır. a, Yaxşı, nəfs, Məlikəm. Niskil c-dır yoxsa ç-dır? ə, Ç-dır. nis, Niskil. ki, Q ilə yazılır. Niyyət sözü ç iləndir. Bunu bilirik. Sonra paltaryon bitişik yoxsa ayrı? paltaryan düşük, Bitişik. Panoram yoxsa panoram? panoram, Panoram. Pano sözü ilə. Panoya kopyalandı deyirik telefonda. Panoram. Pano sözü ilə. Yaxşı. müəllimə, bir söz deyim. Bu deyilişlə yazılış fərqli olur da, o ayə keçir də. Bəli. Belə başa düşürəm ki, bəzi sözlərdə kökünə baxmaq lazımdır. Bu dəyişir, dəyişmir. Ə, Elə desəm yəni yalan başa olar. Yəni panoram sözü oyun elə söz var ki, ayla yazılır, ayla da tələffüz edir. Ona görə elə qayda desəm yanlış olar. yəni tam bilmək olmur da, sadəcə Hey, sözə fikir bilmirəm. vermək. Məsələn, panoram o ilə yazılır, tələffüzü A-dır. Amma o qədər istisna. Bu dildir uşaqlar bax. Düzdür, indi hamımız gözləyirik ki, orfoqrafik qaydalar var. Amma elə sözlər var ki, məsələn, daş tərəzi. Bayaqlar deyirik ki, defislə yazılır. Amma qaydaların heç birinə girmir də, düzdür. Yəni ona görə konkret bir qayda gözləməyin bəzi sözlərdən ki, sırf bu qaydaya tabe olacaq. Yəni hansısa bir qaydaya, hansısa bir qəlbə sığışdırmaq olmur. Bax, Azərbaycan dili fikir verirsiniz də, tam qaydanı əminliklə demək olmur. O qədər istisna sözlər olur ki, çünki bu dildir. Burada bu qaydaya uyur, başqa bir yerdə uymur. Görün bu dildir, nə qədər söz var burada. Bir dənə, iki dənə, üç dənə deyil axı. Bütün sözləri də eyni qaydaya aid eləmək olmur. 90% aid olur, yerdə qalan 10% qaydanı poza bilir. Yəni ona görə burada bir şey dəqiq demək olmur da, yəni. Sarvazdan gedir. Sarvandan. Dur danışam. Sarvan, paraxod yoxsa paroxod? Parafot. Paroxod, bəli. Bu da bax paravoz, paroxod. İkisi də paro iləndir. Paro. Parovoz, bəli. Bəli. Sonra perron. Perron iki r iləndir. Perron. Perron bilirsiniz Bəli. nə deməkdir? Perron sözü mənasında deyil. Perron bu nəqliyyat yollarında, nə bilim metroda, dəmir yol stansiyasında qatarların yanaşın dayandığı meydana sahə deyirlər. Sərnişin platformasına. Fikir verirsiniz, metro qatarlarını ən çox deyim də, yanaşı dururlar belə. Sonra gəlirlər sərnişinləri götürməyə. Qatar perrona yanaşdı. Yəni sərnişin platformasına deyirlər. Bütün qatarlar belə dəmir yol stansiyasında yan-yana durur. Ona deyirlər perron. Sonra peşmanda ş'dan sonra i hərfi varmı, yoxmu Sarvan? Peşiman. Yazılışda Yoxdur. vardı. Yoxdur. Nə yazılışda, nə də tələffüzdə ş'dan sonra i hərfi Peşiman. yoxdur. De Yoxdur. Pəhləvan yoxdur. yoxsa pəhlivan? Pəhləvan. A. İndi bəli. Pnevmoniya Bəli. yoxsa pnevmoniya? Mania. Pnevmoniya. Pnevmaniya. Moniya. Pnevmaniya değil. Yox, pnevmoniya. Moniya. Moniya, bəli. Prodüser yoxsa prodüser? Prodüser. Bəli, B-dən Prodüser. sonra ü hərfi var. Profilaktika, profilaktika. Profilaktika. O Bəli. ilə. Proqnoz yoxsa proqnoz? Səhv eləmirəmsə proqnoz. Bəli. Qarayanız Proqnoz. sözü necə yazılır? Bitişik yoxsa ayrı? Təbii ki, Qarayanız bitişik. bitişik. Qarayanız sifətin hansı dərəcəsidir? Qarayanız azaltma. Azaltma. Yanlışla düzələnlər azaltmadır. Qaynana, Bəli. qaynata sözlərində ı hərfi varmı? Yazılışda Var. var. Qayın ana, qayın ata. Bax, yadınızda Bəli, bunu yazılış. belə saxlayın da. Qaynana kimdir? Qaynın atasıdır. Qaynata kimdir? Qaynın atasıdır. Qayındır da qohumluq dərəcəsi. Qeybət yoxsa qeybət? Qeybət.
Bəli. Qəlp. Qəlp sözünün mənası nədir Sarvan? Qəlb, Qəlp. e, Saxta. qəlb pul, Saxta pul. qəlb Bəli. köhnəlmiş mənasında Saxta. deyil. Qəlp saxta deməkdir. Hə, Qəlp bildim. pullar, saxta pullar. Qənaət, bəraət sözlərində y hərfi var, Xeyr. yoxdur. Bəli. Qətiyyət bir yığdı yoxsa iki yığdı? 2. Qonorar yoxsa qonorar? Qonorar. Bəli, pula qonmaq. Qonorar da Bəli. nə idi? Bu elmi kütləvi, incəsənətdə insanlara verilən ödəniş mənasında. Qubar Bəli. yoxsa gübar? Qubar. Bəli. Repartiyor yoxsa reportiyor? Reportyor. O. Report sözündən, bəli. Bəli. Rübai yoxsa rübayi? Rübai. Bəli. Yığısız. Rəhimli sözündə h-la m-ın arasında i hərfi var, Rəhmli. Xeyr. yoxdur. R, ə, h, m, l, i. L, Bəli, i. düzdür. Sərəncam, səriştə yoxsa səriştə? Səriştə. T ilə. Bəli, düzdür. Düzdür. Davam edirik. Ayşən, simfoniya yoxsa sinfoniya? M yoxsa n? Ayşən, səs aça bilirsən? Hə. Sin, Sim sözü ilə. Simfoniya. Yadda belə saxla da. Simli musiqi alətlər. Simfoniya. sim. Sim. Aha, m. Soyqırım sözündə m-dan sonra ı hərfi var yoxsa yoxdur? Var. Bəli. Super kubok ayrı yoxsa bitişik? Bitişik. Superlə yazılan sözlər bitişikdir. Sümbül n-dır yoxsa m-dır? N. Sümbül. Bəli. Bitki yoxsa bitki? Bitki. K. Sütçü yoxsa sütçü? K. Tam metrajda sözü bitişik yoxsa defis ayrı? Bitişik yazılır. Bitişik. Texnikom, texnikum. Texnikum. Tele ilə yazılan sözlər necə yazılır? Ne inəməmə? Tele ilə yazılan sözlər necə yazılır? Tele. T ilə defislə. Bitişik. T Bitişik. ilə bitişik. Tele Hə. bitişikdir. Məxfi yoxsa məxvi? Pi. B. Töhfə, töhvə. Töf. Hə. Asfalt, töhfə, məxfi sözləri f-dır. Bəli. Tövşümək yoxsa tövşümək? Tövşümək. Bu inandır, bəli. Tuğyan yoxsa tüğyan? Güryan. Ü. Tuğyan üyləndir, bəli. Tennis bir n-dır yoxsa iki n-dır? Bir nə. Bəli. Çını, çını Ayşə. İki nə. Hə, çını. Vermeşil yoxsa vermişel? Vermişel. Mişel sözü ilə yadda saxlaya bilərsiniz. Bəli. Vertolyot yoxsa vertolyot? Bertolyot. Bəli, düzdür. Sonra vəsfal yoxsa vəsfihal? N- Vəsfihal. F-dan sonra i hərfi var. Bəli, Var. düzdür. Vəsfihal. Vizit kart Bitişik defis. yazılır. Mən üzr istəyirəm. Vəsfihal. Defislə, defis, defis, Defislə, aha. defis. Vizit kart defislə yoxsa ayrı? Vizit kart Bitişik. bitişik yazılır. Vizit bitişikdir, bəli. Uşaqlar, bir də testə düşmüşdü. Düzdür, sizə yox, başqa imtahana düşmüşdü. Sizin imtahanda görməmişəm, amma deyim. Uşaqlar, notebook sözü var ha. Notebook yazılmır, notebook yazılır. N-O-T-B-U-K. Notebook. N-O-T-B-U-K. Note yox, notebook. N-O-T-B-U-K. Yaxşı. Düzdür, sizin imtahanda görməmişəm sözü. Amma başqa bir imtahanda, başqa bir yerdə istifadə olunmuşdu. Dedim, indi bunlara nə var? Eyni sözləri salam. Notebook, yaxşı. Note deyil yəni. Zəhmli sözündə h-la m-ın arasında i hərfi var, Ayşə? Yoxdur mənim. Bəli. Zəhim, rəhim, Hı. sehir sözlərində i hərfi yoxdur. Bəli. Vits admiral necə yazılar, Ayşə? Vitse defislə. Defislə. Voleybol yoxsa voleybol? Voleybol. Bəli, voley sözünü. Yalnız yoxsa yalnız? Yalnızlı. Yalnız sözüylə. Yanlış sözü də bu da y aldı. Yanlış sözünü belə yadda saxlayırsan da. Üzr istəyirəm, nə baxayım. Yanlış nılıdır.
Yanılırsan ki, yanlışlıq eləyirsən. Aa, yanlış. Birinci Hə, n sonra. nığlı, ay sağ ol. Yadda saxla yanılmaq sözünü. Məsələn, Ah, deyirsən ki, mən Nigarın haqqında yanıldım. Hı hı. Yanıldım ki, yanlışlıq elədim də, nığlı. Hı hı. Sonra yeyə sahib deməkdir, əşyanın yiyəsi. Yeyə nə deməkdir? Uşaqlar, yeyə alətin adıdır. Bunu testdə işləmişdi. Bəli, yeyə alətdir. Metalı yonmaq, təmizləmək üçün üzəri diş-dişi olan polad alətə deyirlər. Evdə çoxunuz görmüsünüz, yeyə. Metalı yonmaq üçün istifadə olunan alət. Yeyə. Və yeyə sözü mənası oldu. Yeyə də ki, bilirsiniz də, orada bir problem yoxdur. Yaxşı, davam eləyək. Ruqiyyə, zənbil n-dır yoxsa m-dır? N. Bəli. Zülmkar l-la m-ın arasında ü var yoxsa yoxdur? Yoxdur mənim. Yoxdur, bəli, yoxdur. Ümid yoxsa ümid? İlə, ümid. Öz fəaliyyət bitişik yoxsa ayrı? Öz İkisi. fəaliyyət bitişik. Bax, özlə olan sözlər var ya uşaqlar. Hamısı bitişikdir. Özünə idarə, özünə inam, öz fəaliyyət, özünə hörmət. Hamısı bitişikdir. Özlə Mən də olan onu sözlərin anlayıram. hamısı bitişikdir. Öz fəaliyyət, özünə inam, özünə idarə, özünü təminat. Hamısı bitişikdir bunlar. Yaxşı. Ruqiyyə, üzük varı yoxsa üzük vari? Vari. Bəli. Ülvi yoxsa ülvi? İlə, ülvi. Bəli, ülvi, ümid, müşit, müdir. Ruqiyyə, mühit yoxsa mühit? Ü idi, bunu dedik. İləmə, Mühüm ilə. yoxsa mühim? Mühim. Mühüm, üdür, ü. Mühüm, ülə, bəli, ülə. Üdür, ü. Mühümdür. Xəçəndaz yoxsa xəçandaz? Xəçandaz. Bəli, düzdür. Xifət f-dır, ki f-dır yoxsa f-vıdır? Necə müəllimə? Hiffət? Xifət. Xiffət, 2 f ilədir xiffət. Ay sağ ol. Repetitor yoxsa repetitor? Repetitor ilə. Repetitor. Hə, repetitor, bəli. Repetitor. Repetitor. Sonra bəsdir bu qədər. Yetərlidir uşaqlar. Bütün sözlərə baxdıq demək olar ki. Ruqiyyə, sambo n-dır yoxsa m-dır? Sambo. Sambo. O, məncə müəllimə n ilədir o. M-dır. 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 Sambo. Sam sözüyle. Bəs Ruqiyyə, Hə. samballı sözü n-dır yoxsa m-dır? Samballı. N-dır. Samballı N. ilədir, bəli. Ruqiyyə, yadda Samballı. saxla, yadda saxla ki, samballı. Yəni adı sanı var bu insanın. Bəli, bəli. Sanballı. Bəsdir Yaxşı. uşaqlar. Onsuz da orfoqrafiyanın indi bu gün testini də göndərəcəm. Testini də işləyərsiniz. Orfoqrafiyanın testini də verəcəm. Orfoqrafiyanı yenə təkrarlayırsınız. İmtahana qədər demək olar ki, hər dəfə orfoqrafiyanın üstündən belə bir formada gedəcəyik. Yaxşımı? Orfoqrafiyanı yenə təkrarlayın. Yəni indi cavab verdik yox. Onsuz da yenə test işləyəcəksiniz. 100% bir sual düşür, düzdür bundan. Necə? 100% bir sual düşürdü orfoqrafiyadan sözlərin yazılışı ilə Düşür. bağlı. Hə, düşür. Amma bax, dünən testdə də, dünənki düşən söz hansı idi? O axırıncı avqust imtahanında. Diktafon idi. Hansı söz idi dünən? Əhval-ruhiyyə idi yoxsa? Əhval-ruhiyyə deyəsən Əhval-ruhiyyə. Hə, bax, görürsünüzmü? Bax, yəni bu həqiqətən sizə verdiyim lüğət qaydalar var ha. Oradan kənara çıxılmır demək olar ki, düzdür? İndi bəzən bir iki dənə ola bilər. Amma məsələn, əhvali-ruhiyyə, l-dan sonra i hərfi var. Sonra ab-hava, b-dan sonra u hərfi yoxdur. Yəni o lüğətləri çalışın, tez-tez, imtahana gedəndə də təkrarlayın. İndi mən hər dərs təkrarladacağam sizə, sual-cavab eləyəcəm. Çünki orfoqrafiyanın canı çoxlu sual-cavabdır. Amma özünüzdə də məsuliyyət olsun, yaxşı. Nəzərə alın ki, sualınızın biri orfoqrafiyadır. Yəni onu bir dəfə oxudum, yox. Lüğəti qoyun qabağınıza, qaydaları qoyun qabağınıza, tez-tez ona nəzər yetirin. İmtahana gedəndə də. Getdik. Azərbaycan ədəbi dili. Baxın, ümumiyyətcə ədəbi dil nədir? Ədəbi dil xalq danışın, belə deyim də, bax gəlin Lori dillə deyim də, səliqəyə salınmış, cilalanmış, fonetik, leksik, qrammatik normalarla cəmiyyətə
yüksək səviyyədə xidmət göstərən formasıdır. Ədəbi dil budur. Ədəbi dilin gözəl olması üçün bizə nə lazımdır? Norma. 3 dənə normamız var. Bunlar hansılardır? Fonetik norma, leksik norma, bir də olacaq nə? Qrammatik norma. Fonetik, leksik, bir də qrammatik. Fonetik norma nədir? Fonetik norma özündə 2 qaydanı birləşdirir. Orfoqrafik və orfoqrafik. Orfoepik, yəni sözün düzgün yazılışı və sözün düzgün tələffüzü. Bir daha deyirəm, fonetik norma özündə neçə qaydanı birləşdirir? 2. Orfoqrafik, yəni sözün düzgün yazılışı, orfoepik, yəni sözün düzgün tələffüzü. Fonetik norma nə zaman pozular? Ümumiyyətlə, fonetik normanın tələbi nədir? Xüsusi isimlər böyük hərflə yazılmalıdır. Bildiyiniz qaydalardır. Orfoqrafikdir də, düzgün yazılır. Ümumi isimlər kiçik hərflə yazılmalıdır. Mürəkkəb sözlərdə defis işarəsi qoyulmalıdır. Durğu işarələrindən düzgün istifadə olunmalıdır. Bunlar hamısı nədir? Orfoqrafik normanın tələbidir. Yəni düzgün yazılışı. Orfoepik nədir? Sözün düzgün tələffüzü. Əgər cümləni transkripsiya formasında verib, hər hansısa bir sözü yanlış tələffüz edirsə, orada nə pozulur? Orfoepik, yəni sözün düzgün tələffüz qaydası neynir? Pozulmuş sayılır. Məsələn, deyir ki, xəstələr palataya yığışdı. Sən də bilirsən ki, xəstələr sözünün tələffüzü d ilandır. Əgər t ilə sözü səhv tələffüz edirsə, hansı norma pozulacaq? Orfoepik norma pozulmuş sayılacaq. Bu qədər. Və indi burada fonetik normanın pozulması var. Yazıb ki, fonetik normanın pozulması kimi başa düşülməlidir. Nə zaman? Xüsusi isimlərin böyük hərflə yazılmaması. Məsələn, deyir ki, hər zaman yer günəş ətrafında fırlanır. Bax, burada yer nədir? Xüsusi isimdir. Yer necə yazılmalıdır? Böyük hərflə yazılmalıdır da, düzdürmü? Sonra dırnaq işarəsinin qoyulmaması. Bu da fonetik normanı pozur da, düzdürmü? Məsələn, mən Leyli və Məcnunu oxudum. Leyli və Məcnun nədir? Əsərin adıdır, düzdürmü? Poemanın adıdır. Poemanın adı necə yazılır? Dırnaqda yazılır. Leyli və Məcnunun dırnaqda yazılmaması hansı normanı pozur? Orfoqraf. Sonra defisin qoyulmaması. Məsələn, asta-asta. Eyni sözlərin təkrarından yaranan sözlər necə yazılmalıdır? Defislə yazılmalıdır. Bu defisin qoyulmaması yenə neynədir? Pozdur. 15-ci sayla şəkilçi arasında nə olmalıdır? Defis işarəsi qoyulmalıdır. Sonra rum rəqəmlərindən sonra sıra sayını düzəldən şəkilçinin qoyulması. Baxın, rum rəqəmlərindən sonra şəkilçi işlətmək olmaz. Amma şəkilçi işlənəndə hansı norma pozulur? Fonetik norma pozulur. Yəni düzgün yazılır. Sonra sözü sətirdən sətrə keçirəndə edilən səhvlər, tələffüzdə vurğunun düzgün istifadə edilməməsi, bunların hamısı nəyə pozulur? Orfoepik normanı pozmuş sayılır. Sonra gəldik nəyə? Leksik normanı. Baxın, leksik norma nədir? Leksika nədir? Məna. Leksik norma hər kəsdən sözün mənasına bələd olunmağı və sözü düzgün yerində işlətməyə tələb edir. Leksikanın, yəni belə deyim də, dərdi nədir? Leksikanın dərdi mənadır. Mənanı istəyir. Məsələn, quşlar gedib ağaca oturdular. Düzdürmü? Bax, burada leksik norma neynədir? Pozuldu. Quş ağaca oturmaz, axı, quş ağaca qonur. Sonra yenə başqa bir nümunə yazaq. Məsələn, nə yaza bilərik? Atamın bərk baxışı məni utandırdı. Atamın bərk baxışı yox, nəyə olar? Sərt baxışı olar. Düzdürmü? Yenə burada nə olur? Leksik norma pozuntusu pozulmuş sayılır. Və ya yenə başqa bir nümunə deyək. Məsələn, deyirəm ki, nənəm yorğanı tikirdi. Yorğanı tikməzlər axı, sırıyarlarda, düzdürmü? Və ya yenə başqa bir nümunə. Axundzadə ədəbiyyatımızda dramaturgiyanın ilk banisidir. Bani zaten iç deməkdir. 2 dənə yaxın mənalı sözü niyə yan-yana işlədirsən ki? Dramaturgiya sözünün mənası, bani sözünün mənası zaten iç deməkdir, əsasını qoymaqdır. Yəni, ehtiyac yoxdur başqa bir sözə. Və ya, məsələn, deyirəm ki, qəssab əti parçaladı. Parçaladı demək olmaz axı, nə deyə bilərsən? Qəssab əti doğradı deyə bilərik də, düzdürmü? Sonra, yenə başqa bir nümunə deyək. Məsələn, nə deyə bilərik? Deyirəm ki, sakit sakinləri evlərindən didərgin qoyurlar. Sakit demək olmaz axı, dinc sakinləri demək olar da, düzdürmü?
Leksik norma bir də. Bir də burada nə deyək? Leksik norma sözün mənasında düzgün bələd olmağı və onu düzgün yerində işlətməyə tələb edir. Amma hər məcazi, frazeoloji mənalı birləşmə leksik norma pozuntusu sayılmır. Frazeoloji birləşmələr, bədii təsvir və ifadə vasitələri ümumiyyətcə məcazlı leksik norma pozuntusu sayılmır. Məsələn, deyirsən ki, arandan yaylağa tələsir yağış. Düşünməyin ki, yağış arandan yaylağa necə tələsə bilər ki? Yəni bu məcazilikdir. Yəni bunu durub leksik norma pozuntusu saymaq olmaz. Məcazilik ümumiyyətcə leksik norma pozuntusu neyinir sayılır. Unutmaq olmaz. Sonra yenə başqa bir nümunəyə baxaq. Məsələn, deyirsən ki, dalğalar dikəlib bizə baxırdı. Düzdür, dalğa dikəlib insana baxa bilməz. Amma bu nədir? Məcazilikdir. Məcazilik də leksik norma pozuntusu neyinir? Sayılmır, yəni sayılmır. Məcazi leksik norma pozuntusu sayılmır. Gəldik qrammatik norma. Qrammatik norma isə sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını neyinir? Tələb edir. Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını tələb edir. Qrammatik normanın tələbi nədir? Qrammatik norma elə bil Azərbaycan dilinə aid qrammatik qaydalardır da. Məsələn, müəyyən miqdar sayından sonra gələn isimlər təkdə işlənməlidir. Məsələn, deyir ki, göydə gedən 5 durnalar bizim ellər yerindəmi? Baxın, 5-dən sonra gələn durna sözü cəmdə işlənməz axı. 5 durna deyərsən də, düzdürmü? 5 durnalar demək yanlışdır. Müəyyən miqdar sayından sonra gələn isimlər necə işlənməlidir? Təkdə. Amma 5 durnalar desən nə olacaq? Qrammatik norma pozulacaq. Sonra adlara əvvəlcə cəm, mənsubiyyət, hal, ən sonda isə xəbərli şəkilçisi artırılmalıdır. Əgər şəkilçi ardıcıllığı düzgün işlənməzsə, onda hansı norma pozulacaq? Qrammatik norma pozulacaq. Məsələn, deyirsən ki, dostlarımızdandır. Dost sözün köküdür, lar cəmdir, ımız mənsubiyyətdir, dan haldır, dır sənədi xəbərlikdir. Burada nə oldu? Qrammatik norma pozuntusu oldu. Çünki bu düzdür. Amma şəkilçi məsələn səhv artırsaq, desəm ki, dost ımızlardandır. Şəkilçi səhv artıranda onda hansı norma pozulacaq? Qrammatik norma pozulmuş sayılacaq. Dost ımızlardandır demək yanlışdır məsələn. Sonra gəldik. Yenə fe'l köklərinə əvvəl leksik, sonra şəkil, daha sonra isə şəxs şəkilçiləri neyinir? Artırılır. Məsələn, görüşəsiniz. Baxaq. Yenə gör sözün kökü, gördən görüş, leksik, arzu, siniz şəxsən o. Yenə bu şəkilçi səhv artırılanda hansı norma pozulacaq? Qrammatik norma. Sonra mübtəda ilə xəbər şəxsə və kəmiyyətə görə uzlaşırlar. Yəni, mübtəda cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Mübtəda təkdədirsə, xəbər də təkdə olmalıdır. Biri cəm, biri tək olanda onda hansı norma pozulacaq? Qrammatik norma pozulmuş sayılacaq. Çünki qrammatik normanın tələbinə görə biri cəmdirsə, o biri də cəmdədir, biri təkdədirsə, digəri də təkdədir. Amma və lakin mübtəda cəmdə olan cansız isim olarsa, xəbər necə olmalıdır? Təkdə. Məsələn, fəhlələr növbədən qaydırlar. Bax, bu düzdür. Fəhlələr də cəmdədir, qaydırlar da cəmdədir. Çünki ikisi də cəmdədir. Amma desəm ki, məsələn, şüşələr sındı. Şüşələr cəmdədir və cansızdır. Ona görə xəbər təkdə olmalıdır. Şüşələr sındılar yanlışdır. Deməlisən ki, şüşələr sındı. Mübtəda cəmdə olan cansız isim olarsa, xəbər olmalıdır təkdə. Şüşələr sındı düzgündür. Düzdür. Şüşələr sındı cümləsində kəmiyyətə görə uzlaşma pozulub. Çünki şüşələr cəmdir, sındı təkdir. Amma qrammatik normanın tələbinə görə mübtəda cəmdə olan cansız isim olarsa, xəbər təkdə olmalıdır. Şüşələr sındı, çaylar daşır, sular aşır, məsələn, sular daşır, sular daşırlar demək yanlışdır. Şüşələr sındılar demək yanlışdır. Bir də cümlə üzvlərinin ardıcıllıqla gəlməsi var. Birinci mübtəda gəlməlidir, tamamlıq, zərflik gəlməlidir, ən sonda isə xəbər.
Birinci mübtəda, sonra ikinci dərəcəli üzvlər, ən sonda isə xəbər. Bir də təyin isə təyin olunandan əvvəl gəlməlidir. Əgər cümlə üzvləri ardıcılıqla işlənməsə, hansı norma pozulacaq? Qrammatik norma pozulmuş sayılacaq. Belə. İndi gəlin bunun testinə baxaq. Hmm. Ruqiyyədən gedək. Deməli, Ruqiyyə 8-ci testə baxaq burada. Aha. O Füzulinin Leyli və Məcnun poemasını əzbər bilir cümləsində ədəbi dilin hansı norması pozulmuşdur? Hmm. Deməli, Leyli və Füzulinin Məcnun. Məcnun. Leyli və Məcnun dırnaqda yazılmalıydı. Bəli, hansı norma elədir? Bəli, orfoqrafik norma Bəli. pozulubdur. Yəni fonetik, orfoqrafik. Düzdür, Bəli, bəli. bəli. Hı-hı. Davam eləyək. Günel 12-yə baxaq. Bir dəqiqə mən bir dənə yaxınlaşdırım görə bilmirəm. Salam gətirmişəm hüzuruna mən. Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur? Leksik normadır da müəllim. Buyur. Cümlə üzvləri yerini dəyişib. Hadi yeri dəyişib də leksik sayılmır yer dəyişəndə. Yox, o qrammatikdir. Ha, Cümlə tamam. üzvlərin Hə, yerinin hə. dəyişməsi nədir? Qrammatik. Qrammatikdir. Bəli. Mən hüzuruna salam gətirmişəm. Aha, bəli, bəli. Cümlə üzvlərin yerini dəyişməsi də qrammatikdir. Tamam. Sarvan 15-ə baxaq. Güclü külək əsdi, saralmış yarpaqlar yerə töküldülər. Cümlədə ədəbi dilin hansı norması pozulmuşdur? Töküldülər burada qrammatik normadır da. Aha, ay sağ ol. Çünki yarpaqlar yerə töküldü. Güclü külək əsdi, yarpaqlar yerə töküldülər. Töküldü. Qrammatik. Töküldü olmalıydı, Bəli. bəli. Yarpaqlar cəmdə olan cansız isim olarsa, xəbər olmalıdır təkdə. Bəli, düz. Hı-hı. Davam edirik. Nigarla davam edirik. Demək. Nigar 29-a baxaq. 29. Hı-hı. Anar qapının qulpundan tutub dayanmışdı. Hı-hı. Nümunəsində də bütün hansı norması pozulub. Bu səhvdir də yəqin ki. Bəli. Bu leksik norma. Ay sağ ol. Qapının qulpundan yox, nədən olmalıdır? Qapının dəstəyindən olmalıdır. Aha. Düzdür, bəli. Düzdür. Sonra davam eləyək. Məlikə ilə davam. Məlikə 32-yə baxaq. Məlikə 32-yə baxaq. Məlikə baxdı. Məlikə baxmadı. Körpə budaq əl açıbdır yağışa. Burada xəbər yerini dəyişib də. Ay sağ ol. Qrammatik Çölpə- qayda. Bəli, çölpə budaq yağışı əl açıbdır olmalıdır. Düzdür, bəli. Hı-hı. Mehriban 33-ə baxaq. Arandan yaylağa tələsir yağış. Hı-hı. Misrasında ədəbin dansı. Arandan yağışı tələsir yağış. Qrammatik. Bəli, yağış arandan yaylağa tələsir olmalıydı. Düzdür, Ayşə. Və burada leksik deyib götürməyin ha. Düzdür, bəli. Siz Fidan. dediniz ki, o məcazi mənada. Ayşə, bəli. Fidan 45-ə baxaq. Adilin maraqlı, salam müəllim. Salam. Adilin maraqlı yaddaşına hamı heyran qalmışdılar. Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur? Hı. Mən orada qalmışdılar, yox mən qalmışdı olmalı da. Ayşə, bu hansı normadır? Qrammatik. Qrammatik norma. Bir də yaddaş maraqlı olmur. Bu hansı normadır? Bu da leksik. Bəli, leksik qrammatik, o deyilir hansı variant? A variant. Düzdür, bəli. Belə. Uşaqlar dil və nitqi keçmişdik biz. Məncə keçmişik.
Dil və Bəli, keçmiş bölümü ilk Dur. dərsimiz idi, səhv Ay, eləmirəmsə. sağ ol. Gəlin bir dənə bunun da testinə baxaq. Bağladım ekranı deyil. Dil və iç dərsimiz idi. Ay, sağ ol. Mən onda iştirak eləməmişdim. Şimdi iştirak eləməyən. Mən bir həftə keçəndən sonra dərslərdə iştirak eləmişdim. Gəlin baxaq, çox asandır onsuz da. Dil və nitqin fərqidir. Bax, burada nə deyirik? Deyirik ki, dil ümumidir, nitq isə fərdidir. Baxın, dil nədir? Hər kəsin ümumi Azərbaycan dili nədir? Dildir. Nitq isə fərdidir. Nitq nədir? Hər kəsin özünə məxsus nəyi var? Danışıq tərzi var da, düzdürmü? Yəni, nitq fərdidir. Hər kəs özünə məxsus bir şəkildə danışır. Dil sabitdir. Baxın, bizim dilimiz nədir? Azərbaycan dili. Bu dəyişməz ki, sabitdir. Amma nitq isə nədir? Dəyişkən formadır da, düzdürmü? Məsələn, belə deyim də, məsələn, mənim indi nitqim çox yaxşıdır, amma üstündən bir müddət keçəndən sonra mənim nitqim dəyişilə bilər. Məsələn, bir şey deyim, Manana Cəfərlisi illərdir Azərbaycanda yaşayır. Azərbaycan dilində danışır, amma nitqi zəifdir. Fikir verirsinizmi? Məsələn, mübtəda xəbər yerində deyir, cümləni səhv tələffüz eləyir, cümlələrin başına oynasın da belə deyim. İstəsə nitqin üzərində işləyib dəyişdirə bilər, təkmilləşdirə bilər, amma eləmir. Dil əsasdır. Birinci nə gəlir? Dil gəlir. Nitq isə törəmədir. Təbii ki, nitq dilin əsasında meydana çıxar da. Ümumiyyətlə, nitq bilirsiniz nədir? Hər kəsin özünə məxsus danışıq tərzinə deyilir. Nitq nədir? Dil hamı üçün ümumidir də, sabit qaydalara malikdir. Amma nitq insanın lüğətindən, lüğət ehtiyatından, nitq mədəniyyətindən, təfəkküründən, fikrini ifadə eləmək formasından asılı olaraq dəyişən bir şeydir. Məsələn, insan var ya, o qədər axıcı və rəvan nitqi var ki, Azərbaycan dilində hamımız Azərbaycan dilində danışırıq, amma nitqimiz bir-birindən fərqlənir. Məsələn, insan var ki, nitqi o qədər axıcı, rəvan, gözəldir ki, insan o danışdıqca həzz alır. İnsan da var, o qədər bərbad nitqi var ki, məsələn, bizim məktəbdə bir müəllim var, çox da danışır, belə də tutulmasın. İnanın, mən o nitqindən heç nə anlamıram. Azərbaycan dilində danışır, cümlənin başı ilə sonu bilinmir. Cümlənin başında bir şeydən danışır, sonunda bir şeydən. Rabitəli nitqi yoxdur da. Başa düşdünüz necə? Belə. Sonra gəldik nəyə? Dil insanlar arasında yeganə ünsiyyət vasitəsi deyil. Baxın, testdə düşür ki, dil yeganə ünsiyyət vasitəsidir, yanlışdır. Dildən başqa da ünsiyyət vasitələri var da. Məsələn, bu belə deyim də, bu qüsurlu insanlar var, nitq qüsuru olan insanlar. Onlar bir-biri ilə necə ünsiyyət saxlayırlar? İşarələrlə. Demək ki, nitq yeganə ünsiyyət vasitəsi deyil. Dil irqi, irsi, bioloji proseslərlə bağlı deyil. Yəni, mənim anam, atam rusdursa, bu o demək deyil ki, mən ancaq rus dilində danışmalıyam. Sənin hansı dildə danışmağın ətrafındakı insanlar müəyyənləşdirir. Dil açanda sənin ətrafındakı insanlar hansı dildə danışırsa, sən də neyniyərsən? O dilə daha çox meyl eləyəcəksən. Yaxşımı? Yəni, dilin irqi, irsi, bioloji proseslərə heç bir aidiyyatı yoxdur. Dil irqi, irsi, bioloji proseslərlə bağlı deyil. Yəni, məsələn, mənim atam rusdursa, bu o demək deyil ki, mən ancaq elə dil asan kimi rus dilində danışacağam. Bəlkə mənim evimdə daha çox Azərbaycan dilində danışırlar. Və ya Azərbaycanda görmüsünüz də, Azərbaycanda yaşayır, milliyyəti Azərbaycanlıdır, evdə ancaq rus dilində danışırlar. Uşaq hansı dildə danışacaq? Rus dilində. Nə olsun, bioloji olaraq anası, atası Azərbaycanlıdır. Yəni, dil irqi, irsi, bioloji proseslərlə bağlı deyil. Dil təfəkkürlə bağlıdır. Bəli, dil təfəkkür nədir? Düşünməkdir də, düzdürmü? İnsanın təfəkkürü nədir? Onu düşünməkdir. Yəni, o necə düşünür? Hansı formada düşünür? Dil təfəkkürlə, məntiqlə bağlı bir şeydir. Niyə? Çünki insan birinci beynində düşünür, sonra onu danışır da. Var ya, deyirsən ki, necə düşüncəsiz danışır? Niyə? Çünki düşünüb danışmır. O qədər ətrafımızdakı insanlar var ki, ağzından çıxdığı sözü bilmir. Niyə? Çünki düşüncəsi, beyni, təfəkkürü ora qədər işləyir deyənə, danışığında da onu yansıdır da. Yəni, insan nəyi düşünürsə, dilində də onu deyir. Düzdürmü? Ona görə dil təfəkkürlə bağlıdır. Baxın, bəzən deyirik, nə şüursuz danışır, nə düşüncəsiz danışır, nə danışdığını bilmir. Çünki dil təfəkkürlə bağlıdır. Düşüncəsi o deyənə, danışığına da onu yansıdır da. Dilin yaranması üçün
orqanizmin fizioloji cəhətdən formalaşması vacibdir. Nə olmalıdır? İnsan bədəninin şaqili şəkildə olmalıdır. Şaqili şəkildə olanda insanın danışığı daha rahat olur, belə deyirlər. Danışıq üzvləri formalaşmalıdır. Təbii ki, danışıq üzvləri hansılardır? Dildir, ağciyərlərdir, səs telləridir, nəfəs borusudur, udulaqdır, nə bilim. Bunlar hamısı inkişaf eləməlidir də. Şüurun daşıyıcısı olan beynin inkişafı. Bəli, beyin və dil və təfəkkür bir-biri ilə qırılmaz şəkildə bağlıdır. Baxın, belə bir şey deyim də. İndiki dövrdə danışıq qüsuru olan insanlara belə bir diaqnoz qoyulur ki, dil və beyin arasında sinir var, o sinir yoxdur. O akt yoxdur. Ona sinir akt, dil aktı deyirlər. Çünki dil və beyin bir-biri ilə impulslarla bağlıdır da, düzdürmü? Və bayaqkısıdır da. İnsan beynində nə düşünürsə, dilində də onu danışır, düzdürmü? Dil ünsiyyət vasitəsidir, nitq isə ünsiyyət prosesidir. Dil vasitədir. Yəni insanların biri-biri ilə danışığını təmin edir. Nitq isə prosesdir. Yəni nitq dildən daha balaca bir şeydir də, danışıq zamanı ortaya çıxan bir şeydir. Amma dil əsrlərdən boyu olan bir şeydir də. Dil ictimai hadisədir. Yəni insan cəmiyyətində yaranır. Dil insanlar arasında yaranır. İnsan olmadığı bir yerdə dil yaranıb inkişaf eləyə bilər? Təbii ki, xeyr. Meşədə heyvanların dili var, yox. Niyə? Meşədə heyvanlar bir-birindən danışmırlar ki. Düzdür, heyvanların özünə məxsus səslər çıxarırlar, amma bu dil demək deyil. Çünki dil şüurlu bir aktdır. Və niyə deyirik dil təfəkkürlə bağlı? Bəli. Məlikə 44-cü testə baxaq elə. Məlikə 44. Dil haqqında səhv fikirdir. Dil ünsiyyət vasitəsidir. Bəli. İnsan cəmiyyəti olmadan dil yarana bilməzdi. Bəli, bu da düzdür. Dil insan şuurundan asılı olmayaraq fəaliyyət göstərir. Xeyr, bu səhv. Ay, sağ ol. İnsan şuurundan asılı olaraq fəaliyyət göstərir. Düzdür, bəli. Düzdür. Sonra bir də saniyə burada. Cüneyt 43-ə baxaq. Dil haqqında səhv fikirdir. Dil ictimai hadisədir, bəli. Dil insanlar arasında yeganə ünsiyyət vasitəsidir. Bu yanlışdır. Bəli, yeganə ünsiyyət vasitəsi deyil. Çünki dildən başqa da ünsiyyət vasitələri var. Düzdür, bəli. Bəsdir bu qədər məncə. Yetərlidir. Bağlayıram. Demək uşaqlar, indi inşallah deyəcəm. Gələn həftəyə bazar gününə də bunu götürərik, normaları. Onsuz da gələn həftə bütün mövzuları bitiririk. Belə. İndi dünənki tapşırıqlarda, bugünkü videomda ikisi də rekord olunsun, qrupa göndərəcəm. Yaxşımı? Tapşırıqları da göndərəcəm. Gələn həftənin bazar gününə də yenə orfoqrafiyanı təkrarlayırsınız, yenə bir də ki bunu normaların testini eləyəcəksiniz. Sağ olun, salamat qalın. Görüşərik. Müəllimə. Sağ olun. Sağ olun.